Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Rabbi şrahli sadri ve yessirli emri. واحلل عقدة من لساني يفقه قولي اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وزدني علما. Möhtərəm və əziz qardaşım və bacılarım, Allah Taala'nın izni ilə bugün sizlərə qısa da olsa ən böyük ibadətlərdən hesab olunan və xüsusən də yaşadığımız bu dövrdə tərk olunan istixarə namazından danışacağım inşallah. Hansı ki bu istixarə namazı demək olar ki yaşadığımız bu dövrdə artıq unudulmaqdadır və müsəlmanların səhvlərində, aralarında bu sünnətə çox az şəkildə tətbiq olunur. Ona görə bizlər bu sünnəti oyatmaq üçün, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsini diriltmək üçün hamımız bərabər çalışmalıyıq. Və unudan onu xatırlanmalıdır və bilənlər isə təkrarlamalıdır. Təbii ki, bu bütün müsəlmanların üzərinə düşən vacib əməllərdəndir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin gətirdiyi bu şəriəti bacardığı qədər yatan və aradan qalxan məsələlərini diriltsinlər. Möhtərəm, əziz qardaşım və bacılarım, yəqin ki, çox adam üçün maraqlıdır ki, görəsən istixarə namazı nə deməkdir? Öncə sizə istixarə kəlməsinin mənasını bəyan etmək istəyirəm ki, hətta onunla ilgili məsələlərə toxunduqda qaranlıq şeylər qalmasın. Öncə istixarə kəlməsi, hamınız bildiyiniz kimi, ərəb kəlməsidir və bu sözün əsli xeyr kəlməsindən götürülüb. Bu sözün əsli xeyr kəlməsindən götürülüb. Yəni, istixarə kəlməsi dedikdə bir şeydə xeyri tələb etmək deməkdir. Yəni, bir adam arzulayır ki, bu istixarə etdiyi şeydə onun xeyrini Allah ona nəsib etsin. Bu nəzərdə tutulur. Bu, bunun lüğəti mənasıdır. Amma şəri mənasına gəldikdə isə yəni, ixtiyarın olduğu şeydə, ixtiyar etdiyin şeydə, hansı ki, ya edəsən, ya etməyəsən, ya edəsən, ya etməyin, ya da tərk etməyin, bu iki necəkli olan, tərəddüddə olduğun bir şeydə hansı daha yaxşıdır, onu seçməyə muvaffaq olmaq deməkdir. Şəri mənası budur. Möhtərəm qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellemin şəriəti umumən insanların ehtiyacını ödəyən bir şəriətdir. Yəni, insanların içindən keçən, həll axtardığı məsələlərə çözüm göstərən bir şəriətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem gəlməməzdən öncə, yəni cahiliyyə dövründə insanlar bu istixarəyə oxşayan şirki bir şəkildə bunu, yəni şirk olan bir şəkildə bunu eləyirlərdi. Yəni, insan yaradılışından zəifdir. Allah-u Teala Quran-ı Kərimdə buyurur, xuliqal insanu daifə. İnsan zəif yaradılıb. İnsan zəif yaradılıb. Və ona görə insan madəm ki, zəifdir, ona görə işlərində də çox zaman tərəddüd baş verir. Bunu görəsən etsin və yaxud etməsin. Evlənəsidsə evlənsin və yaxud evlənməsin. Səfərə çıxasıdsa səfərə çıxsın ya çıxmasın. Və yaxud bir mal, mülk aldıqda, bir ev aldıqda, bir torpaq aldıqda bunu alsın ya almasın. Və insan daima, bu hər kəsin yaşadığı bir sıxıntıdır. Hər kəsin yaşadığı başına gələn bir işdir. Və insan daima tərəddüd içində olur. Görəsən, əvvəllər bir insanlar belə olduğu halda necə edirdi? Bəli, elm əhli, tarixçilər bunu bizə tarix kitablarında gözəl şəkildə vəsf edirlər. Keçmiş dövrdə Peyğəmbər sallallahu aleyhi ve sellem gəlməzdən öncə cahiliyyə dövründə insanlar da buna oxşar bir əməllər etməyə çalışırlardı. Amma bu əməllər şirk üzrə olurdu. Bu əməllər tövhidə zid şəkildə olurdu. Nə tər olurdu? Məsələn, bəziləri səfərə çıxsınmı deyə, çıxmasınmı deyə tərəddüd etdikdə evlərində onlar quşlar saxlayarlardı. Quşlar.
quşu götürərdi əlinə, ya gövərçin olardı, ya başqa növlərindən, yəni uçan heyvanlardan biri, qanatlı heyvanlardan biri. Bunu götürərdi əlinə, atardı göyə. Əgər sağ tərəfə uçsaydı, atdıqdan sonra deyərlərdi ki, işimiz uğurludur. Yəni, bu işə etməyə həvəslər olardı və bu işə girişərlərdi. Əgər sol tərəfə uçsaydı, qəti şəkildə o işdən vaz keçərlərdi. Yəni, bu işin uğursuz olduğuna inanırlardı. Əgər orta tərəfə uçsaydı, düz istiqamətə uçsaydı, yəni nə sol tərəfə uçmur, nə sağ tərəfə, bu zaman onlar təkrar bir quş buraxarlardı, hətta öz qayələrini, istəklərini tapana kimi. Ona görə orta tərəfə uçsaydı, bu zaman tərəddüd eləyərlərdi. Və müsəlmanlarda da bugün, İslam inancında da hər üç hala uyğun hallar var, lakin şər'i şəkildə, tövhidə uyğun şəkildə, şirkdən uzaq bir şəkildə. Və bu, müxtəlif şəkildə olarlardı. Bəzən çöp atarlardı. Yəni, bunun növləri var idi cahiliyyə dövründə. Millətlərdə fərqli idi. Kim yerdə dediyim kimi quş buraxarlardı. Və kim yerdə çöp atarlardı. Yəni ki, bir daşı götürərlərdi, iki üzü var. Sağ tərəfi, sol tərəfi. İki üzlü daş. Atarlardı göyə. Əgər bu tərəfi düşsəydi, gedərlərdi, o bir tərəfi düşsəydi, getməzlərdi. Yəni ki, bunların hamısı bu dəqiqədə bəzi ölkələrdə var. Yəni, hələ də bu, bəzi qovumlarda, bəzi cəmaatlarda bu şey tətbiq olunur. Və bəzən bunlar gedərlərdi, bunu kahinlər və sehirbazlar vasitəsilə öyrənməyə çalışarlardı. Falçıların yanına gedərlərdi ki, onların gələcəyi haqqında insanlara məlumat versinlər. Onların gələcəyi haqqında insanlara məlumat versinlər. Və nə olardı? Onların sözü ilə oturub durarlardı. Onların sözü ilə oturub durarlardı. Əgər onlar desəydilər ki, sizin səfəriniz uğurlu olacaq və yaxud gördüyünüz iş başında olduğunuz bu iş uğurlu olacaq, bu işə girişərlərdi. Və əgər onlar əks desələr, onlar da əks hərəkət edirlər. Ona şək yoxdur ki, qeybi bilən Allahdır. Əhl-i-Sünnə vəl-Cəmaənin İslam əqidəsinə görə Allahdan başqa heç bir kəs, heç bir məxluqat qeybi bilməz. Qəti şəkildə. Sadəcə Peyğəmbərlər gələcək haqqında verdiyi məlumatlar da bunların hamısı vəhiy vasitəsilə idi. Bunların hamısı vəhiy vasitəsilə idi. Elm əhli ümumiyyətlə deyir ki, necə ki İbn Həcər rəhməhullah Fəthül Bəri kitabında, Sahih Buxarinin şərhində bu barədə geniş məlumat verir. Və orada qeyd edir ki, məqsəd, istixara namazında məqsəd bir işin həm dünya ilə, həm axirətlə bağlı olan bütün işin xeyirli olmasını tələb eləməkdir. Çünki dünyada olan bütün işlər iki növdən qırağa çıxmır. Ya dünyamız üçün də onun faydası, ya da axirətimiz üçün də onun faydası. Ona görə ola bilsin ki, eyni işin özü həm dünya üçün, həm axirət üçün olsun. Həm dünya üçün, həm də axirət üçün olsun. Ona görə möhtərəm qardaşlar, nəzərinizə çatdırıram ki, əsas məqsəd istixara namazında budur. Əsas məqsəd istixara namazında budur. Ki, insan bir əməli etdikdə, hər iki rica olunan iş də Allah Taala'nın istədiyi şəkildə olsun. Hökmünə gəldikdə isə, qardaşların bəziləri soruşur ki, istixara namazının hökmü nədir? Yəni, hər bir müsəlman bunu vacib olaraq əda etməlidir. Yoxsa bunun hökmü ümumən sünnət hökmündədir. Ona görə möhtərəm qardaşlar, elm əhli icma eləyib ki, istixara namazı sünnətdir. Elm əhli icma eləyib ki, istixara namazı sünnətdir. Necə ki, İmam-ı Nəvavi Əzkər kitabında bunu geniş şəkildə açıqlayır. Və elm əhlindən bəziləri deyir ki, bu sünnətdən daha şiddətli məsələlərdəndir. Yəni ki, hiss olunur ki, bu məsələ vacibə yaxın bir məsələdir. Yəni, vacib demir, vacibə bir yaxın məsələdir. Necə ki, burayı İmam-ı Şevkani Neylül Avdar kitabında dəstəkləyir. Qısacası möhtərəm qardaşlar, bu istixara haqqında İmam Buxari rəhməhullah öz səhih kitabında Cabir ibn Abdullah radıyallahu anhudan hədisi uzun şəkildə rivayət edib. Öncə inşallah sizlərə hədisin mətnini oxumaq istəyirəm ki, hətta biləsiniz ki, söhbət hansı duadan gedir. Ola bilsin, bəziləriniz bunu əzbərləmişsiniz, ola bilsin, bəziləriniz hələ əzbərləməmişsiniz, bilmək istəyirsiniz, ləfzi necədir. Qısacası belədir ki,
عن جابر بن عبد الله رضي الله عنه قال كان رسول الله صلى الله عليه وسلم يعلمنا الاستخارة في الأمور كلها كما يعلمنا السورة من القرآن يقول إذا هم أحدكم بالأمر فليركع ركعتين من غير الفريضة ثم ليقل اللهم إني أستخيرك بعلمك وأستقدرك بقدرتك وأسألك من فضلك العظيم فإنك تقدر ولا أقدر وتعلم ولا أعلم وأنت علام الغيوب اللهم إن كنت تعلم أن هذا الأمر خير لي في ديني ومعاشي وعاقبة أمري فاقدره لي ويسره لي ثم بارك لي فيه وإن كنت تعلم أن هذا الأمر شر لي في ديني ومعاشي وعاقبة أمري فاصرفه عني واصرفني عنه واقدر لي الخير haythu kana thumma ardini bih. Bu İmam Buxarinin möhtərəm qardaşlar təheccüd babında rivayət etdiyi, həmçinin dəvat babında, həmçinin Kitab-ı Təvhiddə rivayət etdiyi hədisin ərəbcə mətni idi. Qısacası bu hədis elhamdülillah ki, müxtəlif rivayətlərlə gələn hədislərdən deyil. Sadəcə 2-3 yolla gəlib, hamısının ləfzləri təxminən uyğundur. Bu hədisin, möhtərəm qardaşlarım, qısa mənası odur ki, bir insan Allahdan istəyir ki, ya Rabbi, deyir ki, mən bu yönəldiyim, etmək istədiyim bu işdə və yaxud tərk etmək istədiyim bu işdə, əgər xeyir varsa, bərəkət varsa və sən bunu bilirsən, mən bilmirəm. Sən onu mənə rahatlaşdır, bu işi əldə eləyim. Ya etməyini, ya da tərk etməyini əldə eləyim və bu işdə mənim üçün xeyirli elə. Əgər sənin elmində bu şey mənə görə, bu görmək istədiyim və yaxud tərk etmək istədiyim şey, mənim dünyam və axirətim üçün bu şeydə zərər varsa, onu məndən, məni də ondan uzaqlaşdır. Ümumi qısa mənası duanın bundan ibarətdir. Və elmi Allaha qaytarırsan, Allah hər şey bildiyini iqrar edirsən və qüdrəti Allaha qaytarırsan və işin xeyirli olmağını Allaha qaytarırsan və sən bunu bilmədiyinə görə və Allahdan yardım diləyirsən. Bunun əsas mənası, mövzusu budur. Əlhamdülillah, dua təfsilatı ilə bəzi tərcümələrdə var. Özünüz buna qayıdıb baxarsınız. Burada kəlmə-kəlmə tərcümə ona görə etmirəm ki, çünki vaxt gedir. Ona görə sizlərə söz verdiyim kimi sizlərə qısa şəkildə bunları anlatmağa çalışacağım. Bu dua, möhtərəm qardaşlar, insan bu duanı nə zaman edə bilər? Nə zaman etməmiz lazımdır? Bunu qısacası, möhtərəm qardaşlar, buna ehtiyac olduğu zaman, istərsən görmək istədiyimiz iş böyük əməllərdən olsun, istərsən kiçik əməllərdən olsun. Lazım olan nədir? Bu işi daima etməmiz, yəni tərk etməyə çalışmamamız. Və İmam İbn Qayyim rahimehullah bu istixara duasına gəldikdə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, hansı ki sizə tarixi baxımından dedim, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm bu duanı bizə əvəz etdi, keçmiş müşriklərin etdiyinə qarşı. Yəni, keçmiş dövrdə insanlar bu duanı yerinə nə edirlərdi? Müəyyən vəsilələrdən istifadə edirlərdi. Hətta rəğbətlərini yerinə yetirsinlər deyə, yəni qəlblərində təsəlli tapsınlar deyə. Quş buraxarlardı və çöp atarlardı və başqa oyunlar çıxardarlardı. İmam İbn Qayyim rahimehullah Zədül Məad kitabında bu haqda danışanda deyir ki, bunu Peyğəmbər s.ə.v o müşriklərin etdiyini əvəz olaraq müsəlmanlara öyrətdi. Ki, hətta o sıxıntıdan bu dua vasitəsilə qutarsınlar. Deməli, insan bu duanı nə vaxt eləyir? İnsan heyrət içində qaldığı zaman, insan heyrət içində, bir çıxışılmaz bir vəziyyətdə, sıxıntılı bir vəziyyətdə olduğu zaman, istərsən maşın alası olsun, istərsən evlənəsi olsun, və yaxud vəzifəyə girəsi olsun, və yaxud səfərə çıxsın, çıxmasın, və istərsən görülən əməl kiçik, balaca əməllərdən olsun, xırda əməllərdən olsun, istərsən böyük əməllərdən olsun, fərqi yoxdur. Önəmli olan sən bunu yerinə etməyindir. Və həqiqətən bu fəzilətli bir ibadətdir, möhtərəm qardaşlar. Böyük fəzilətli bir ibadətdir. Allahdan diləyirəm ki, bu ibadəti hamımıza yerinə yetirməyi muvaffaq eyləsin. İbn Teymiyyə rahmehullah, hətta İbn Teymiyyə rahmehullah bu barədə gətirir. Deyir ki, İbn Teymiyyə rahmehullah, deyir, kim işdən qabaq Allah Taala'ya istixara edərsə və elm əhli ilə, salah əhli ilə, taqvalı insanla məşvərət edərsə və o insan heç zaman deyir peşman olmaz. Necə ki Allah Teala Quran-ı Kərimdə Ali İmran surəsinin 159-cu ayəsində buyurur:
وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ اِنَّ اللّٰهِ يُحِبُّ الْمُتَوَكِّلِينَ. Onlarla işində məşvərət et. Yəni onları da topla bir iş görmək istədikdə onlarla məşvərət eləyinən. فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ. Bir işi görmək istədikdə, bir işi görmək niyyətinə gəldikdə, qərarına gəldikdə Allaha təvəkkül et. اِنَّ اللّٰهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ. Həqiqətən Allah-u Teala ona təvəkkül edənləri sevər. Şeyxülislam İbn Teymiyyə bu ayət dəlil gətirərək deyir ki, kim istixarə edərsə, görmək istədiyi bir işdə və sonra məşvərət əhli ilə, hansı gətirəcəm ki, inşallah sizlərə ki, məşvərət əhli kimdir? Məşvərət əhli ilə məşvərət eləyərsə, o insan gördüyü işdə qəti şəkildə peşman olmaz. Və həmçinin möhtərəm qardaşlar, İmam Qatadə radiyallahu anh, İmam Qatadə deyir ki, Allah rızası üçün kim Allahın rızasını qazanmaq üçün içində xeyirli olsun deyə istixarə eləyərsə, onu qəti şəkildə Allah Teala doğru yola yönəldər. Və həmçinin möhtərəm qardaşlar, İmam-ı Nəvavi Əzkər kitabında deyir ki, mütləq hər bir müsəlman tərəddüd etdiyi zaman həm məşvərət eləməlidir, həm də istixarə etməlidir. Çünki İmam-ı Nəvavi deyir ki, hər insanda naqislik var. Hər insanda naqislik var düşüncəsində və hərəkətlərində. Ona görə onun düşüncəsində olan bir nöqsanı ola bilsin ki, məşvərət əhli onu tamamlayır. Deməli, burada bir başqa məsələ gəlir ortaya, sual çıxa bilər. Yəni, hər kəsin ağlında ola bilər ki, bu sual. Deməli, müsəlmana lazım olan nədir? Bir iş görmək istədikdə, həm istixarə etmək, həm də eyni zamanda məşvərət etmək. Görəsən, insan hansını qabağa salmalıdır? Məşvərət etməlisən ilk öncə, yoxsa istixarə etməlisən? Bu barədə, möhtərəm qardaşlar, elm əhli ixtilaf edir ki, hansını qabağa salmaq lazımdır. Təbii ki, bunun hər ikisi də mütəbər fikirlərdir. Bunların hər ikisi də mütəbər fikirlərdir. İmam İbn-i Üseymin rahmehullah Riyazus Salihinin şərhində, həmçinin İbn Bəz rahmehullah fətvalarında deyir ki, ilk öncə istixarəni etməlisən. İlk öncə istixarəni etməlisən və sonra məşvərət eləməlisən. Buna dəlil olaraq Şeyx İbn Üseymin deyir ki, hədisdə gəlir ki, Peyğəmbər s.ə.v buyurur, İzə həmmə əhədukum bil əmri fəliyərkə rəkətin. Deyir, Peyğəmbər s.ə.v deyir ki, sizdən biriniz bir işi etmək istədikdə 2 rəkət namaz qılsın. Deyir, bu dəlildir ki, sən ilk öncə bir iş etmək istədikdə, ilk öncə deyir, namaz qılsın. Bu dəlildir ki, ilk öncə sən istixarəni etməlisən və sonra məşvərət etməlisən. Təbii ki, doğru rəy də budur. Doğru rəy də budur hədisin nassına görə. Çünki Peyğəmbər s.ə.v deyir ki, sizdən biriniz bir iş görmək istədikdə 2 rəkət namaz qılsın və sonra istixarə etsin. 2 rəkət namaz qılsın və sonra istixarə etsin. Burada açıq-aşkar bəlli olur ki, bir iş görmək istəyən adam ilk öncə istixarə etməlidir və sonra salah əhli ilə, xeyr əhli ilə məşvərət etməlidir. Və burada bir məsələ də ortaya çıxır. Yəqin ki, bu sizin üçün də maraqlıdır. Yəni, bir insan istixarə etdikdən sonra, məşvərət etdikdən sonra bunu edib etməməsini nədən biləcək? Bunu necə bilə bilər? Hansı halda işinə davam edir və yaxud hansı halda işindən çəkinir? Bu halda, möhtərəm qardaşlar, ümumiyyətlə, elm əhli 2 fikir deyir. Birinci fikir odur ki, deyir, insan istixarə etdikdən sonra gözləyir. Əgər görmək istədiyi və yaxud tərk etmək istədiyi işə qarşı qəlbində rahatlıq hiss eləyərsə, qəlbi açılarsa bu işə, o işi görür. Və bu dəlildir ki, Allah Teala bu işi onun üçün xeyirli eləyir. Və bunu İmam Şeyx İbn-i Üseymin və həmçində İmam-ı Nəvavi dəstəkləyir. Bu şəkildə alınsa, o insan istixarə məsələsindən sonra davam eləyir. Yəni, qəlb açıqlığı mötəbər olan qəlb açıqlığıdır. Qəlbində rahatlıq hiss eləmək, qəlbin açılması istixarənin yaxşı tərəfi olmasını göstərir. Və eyni zamanda bəzi elm əhli isə deyir ki, bir insan istixarə etdisə, işə davam edir. Gözləmir, ürəyi qəlbi açılır, açılmır və yaxud yuxu görür, yuxu görmür. Deyir, bir insan istixarə etdikdən sonra qəlbi açılmasını gözləmir və işində davam edir. Və Allah əgər xeyirlidirsə nəsib eləyəcək, əgər xeyirlidirsə nəsib eləməyəcək. Bu fikri də İbn Həcər rəhməhullah, həmçinin İbn Zəmlikani rəhməhullah. İbn Zəmlikani, bunlar da sələf alimlərindəndir. Təbii ki, yəni ki, birinci rəy
daha çox alimlər dəstəkləyir. O da qəlb açılmaq məsələsi. Və müsəlman da ixtiyar sahibidir. İstərsən belə elə, istərsən belə elə. Elhamdülillah, məsələ genişdir. Yəni, məsələ kiçik və dar məsələlərdən deyil. Və burada eyni zamanda başqa məsələlər də ortaya çıxır istixarə namazından danışanda. Görəsən, istixarə namazı 2 rəkət namaz qıldıqdan sonra salamdan qabaq veririk, salamdan qabaq eləyirik. Yəni namazda ət-təhiyyət, təşəhhüdü oxuyandan sonra istixarə namazını oxuyuruq. Yoxsa salam verəndən sonra, namazdan sonra oturub istixarə namazını oxuyuruq. Bu barədə də elm əhli yenə 2 fikir söyləyir. Ona görə sizə bu fikirləri söyləyirəm ki, möhtərəm qardaşlar. Ümumiyyətlə, əhl-i sünnədə belə bir qayda var ki, əgər ixtilaf mötəbər ixtilafdırsa, yəni hər iki fikrin dəlili varsa, hər iki fikirdə söylədikləri fikir dəlil əsasınadırsa və mötəbərdirsə, onda o zaman biz o ixtilafı söyləyirik. Haqq olaraq elmi bəyan eləmək babından, elmi bəyan eləməyə görə. Əgər ixtilaf mötəbər olmazsa, onda o zaman biz onların nə dəlillərinə baxmırıq, nə də fikirlərinə baxmırıq. Deməli, möhtərəm qardaşlarım, dediyim kimi, elm əhli ixtilaf edir. Elm əhlinin bir çoxu deyir ki, namazı qıldıqdan sonra, yəni 2 rəkət namazı əda etdikdən sonra istixarə namazını oxuyursan və istixarə namazını oxuduqda bəzi ədəblər var, onu da deyəcəm. Yəni ki, öncə sizə bunu deyim ki, salamı verdikdən sonra istixarə namaz edirsin. Bunu xüsusən Şeyx İbn Bəz rəhməhullah, Şeyx İbn Ütheymin və həmçinin burada Səudi Ərəbistanda böyük alimlər fətvasında həmçinin bu rəyi dəstəkləyirlər ki, salamdan sonra olur. Və elm əhlinin bir toplumu da var ki, möhtərəm qardaşlar, deyir ki, salamdan qabaq olur bu dua. Yəni, bir insan 2 rəkət namazı qılır, ət-təhiyyatı, təşəhhüdü oxuyur və sonra salamdan qabaq bu duanı oxuyur və sonra salam verir. Bunu Şeyxülislam İbn Teymiyyə bu rəyi daha doğru görür. Bunu İxtiyaratul Fiqhiyyə kitabında gətirir və bu rəyi dəstəkləyir. Qısacası, hər ikisi də əlhamdülillah icazəlidir. İstərsən salamdan qabaq et, istərsən salamdan sonra elə. Hər ikisi də caizdir, amma əfzəli odur ki, salamdan qabaq eləyəsən. Əfzəli odur ki, salamdan qabaq eləyəsən. Çünki hədisin nasına biz diqqətlə fikir versək, görərək ki, həqiqətən məna var ki, bunu salamdan qabaq etməlisən. Ona görə elm əhli deyir ki, əlhamdülillah, hər ikisi caizdir. İstərsən salamdan qabaq et, istərsən salamdan sonra et. Hər ikisi əlhamdülillah caizdir və məsələ genişdir. Amma əfzələ gəldikdə isə salamdan qabaq etmək daha əfzəldir. Və eyni zamanda, möhtərəm qardaşlar, bu məsələ ilə ilgili başqa bir məsələlər var. Məsələn, görəsən, istixarə namazı edən insan əlini qaldıra bilər. Təbii ki, bu salamdan sonra olsa əgər. Ona görə elm əhli deyir ki, əgər istixarə namazı salamdan sonra etsə, bəyənilir ki, əlini qaldırsın. Duada əlini qaldırsın. Çünki əl qaldırmaq duanın qəbul olma ədəblərindəndir. Duanın qəbul olma ədəblərindəndir. Və həmçinin bununla ilgili, əgər bir insan əzbərləməyibsə, tutaq ki, bir insan əzbərləməyib, o insan kitabdan oxuya bilərmi? Və yaxud bir vərəqə yazıb oradan oxuya bilərmi? Bəli, elm əhli icazə verir, əlhamdülillah. Əgər əzbər bilmirsənsə, götürüb yazılmış kitablardan oxuya bilərsən. Əgər tutaq ki, ərəbcə oxuya bilmirsən, duanın tərcüməsini oxuya bilərsənmi? Bəli, oxuya bilərsən. Çünki duada hikmət odur ki, insan dediyini qavrasın. Bir insan oxuduğunu qavramırsa, onda o zaman qavradığı şəkildə onu oxuması daha məsləhətdir. Deməli, əgər ərəbcə oxuya bilmirsənsə, qavraya bilmirsənsə, onda o zaman zərəli yoxdur ki, sən istixarə duasını öz dilində eləyəsən. Və həmçinin burada bir başqa məsələ var, möhtərəm qardaşlar. Onu da sizin nəzərinizə çatdırmaq istəyirəm. Tutaq ki, bir istixarə etmək istədiyin iş bir iş deyil. Yəni, bir neçə iş haqqında, 5-6 iş toplanıb əlində, 5-6 məsələ var. Onların hamısını bir istixarə ilə əda eləyə bilərsən, yoxsa hərəsi üçün ayrı-ayrı istixarə etmək lazımdır. Və bunda da elm əhli, əlhamdülillah, yəni onlardan biri Şeyx Abdüləziz Əli Şeyx, yəni indiki Saudiyanın müftüsü və başqa alimlər eyni zaman deyir ki, bəli, əgər bir neçə iş səni maraqlandırarsa, o işlər haqqında bir dənə istixarə namazı qılmağın kifayətdir. O istixarə namazında o məsələlərin hamısını xatırlayırsan. Bir dənə istixarə namazı kifayətdir. Amma elm əhli, bunu həmçinin bu rəyi Şeyx İbn Ütheymin deyir.
Və həmçinin onlar deyir ki, lakin əfzəldir ki, hər məsələ üçün müstəqil, ayrıca namaz qılasan və istixara duasını təkrar deyəsən. Təbii ki, deməli, burada iki məsələ var. Biri icazəli məsələsi, biri də əfzəliyyət məsələsi. İcazəyə gəldikdə deyirik, onlar icazəlidir ki, bir neçə məsələni bir istixarədə deyəsən. Amma əfzəliyyət məsələsinə gəldikdə deyirik ki, ayrı-ayrı hər məsələ üçün müstəqil, ayrı şəkildə 2 rəkət namaz qılıb, sonra istixarə etməyin daha məsləhətlidir və daha bəyənlidir. Sonra bu məsələ ilə ilgili başqa bir məsələ çıxır. Görəsən, istixarə namazı üçün 2 rəkət namaz şərtdir, yoxsa onsuz etmək mümkün deyil. Bəli, elm əhli deyir ki, təbii ki, istixarəni, yəni sünnətdir ki, 2 rəkət namaz qılıb sonra eləyəsən. Sünnət budur. Lakin əgər bacarmırsansa, tək istixarə namazına kifayət oluna bilərsən. Yəni, tək istixarə duasını edə bilərsən. Lakin bununla sünnəti tətbiq etmiş olmursa. Necə ki, burayı Şeyx Fovzan Rahiməhullah öz fətva kitablarında qeyd edir. Və burada həmçinin möhtərəm qardaşlar, istixarə ilə ilgili başqa bir məsələ xatırladım. Tutaq ki, bir insan istixarə namazını etdi bir məsələdə. Amma qəlbində bir rahatlıq hiss eləmədi. Yəni, yenə sıxıntının içindədir. Bir çıxış yolu tapa bilmədi. Görəsən, bu insan 2 dəfə, 3 dəfə istixarəni eyni şeyə görə, eyni məsələ üçün təkrarla bilər, yoxsa bilməz. Bəli, Şeyx İbn Ütheymin Rahiməhullah deyir ki, təkrarla bilər. Çünki Peyğəmbər s.ə.v dualarının çoxunu 3 dəfə təkrarlayardı. Ona görə elm əhli deyir ki, bəli, ona görə bu ibadəti nə edə bilərsən? Təkrarlaya bilərsən 1 dəfə, 2 dəfə, 3 dəfə. Və bunu ixtiyar sahibisən. Və bu barədə, yəni ki, özəl olaraq sən bunu təkrarlamağın sünnətdir, sünnət deyil. Təbii ki, bunu təkrarlamağın sünnət deyil. Çünki sələf-ü salihdən gəlməyib ki, özəl olaraq, yəni ki, bunu 3 dəfə etmək sünnətdir. Sünnət odur ki, sən bunu əda eləyəsən. Amma elm əhli deyir ki, icazə verilir. Yəni ki, bir insan əgər qəlb rahatlığı hiss eləmirsə, onda o zaman bunu başqa, yəni müxtəlif vaxtlarda 2 dəfə, 3 dəfə bunu təkrar eləyə bilər. Və eyni zamanda, möhtərəm qardaşlar, burada bəzi məsələlər var, eyni istixarə namazı ilə ilgili. Hansı ki, təsəvvür edirəm ki, bəlkə siz bunu dərsdən sonra soruşacaqsınız. Lakin mən bunu qabaqlamaq istəyirəm ki, hətta sual cavabla vaxtı çox itirməyək. Yəni, ola bilsin ki, bəziləriniz soruşursunuz. İstixarə namazı səbəblə olan sünnətlərdəndir, yoxsa səbəbsiz olan sünnətlərdəndir. Yəni, qadağan olunan vaxtlarda istixarə namazı qıla bilərik, yoxsa qıla bilməzik. Bu barədə elm əhli deyir ki, əsl odur ki, qadağan olunan vaxtlarda qılmayasan istixarə namazı. Əsl odur ki, qadağan olunan vaxtları qılmayasan istixarə namazı. O da hansı vaxtı? Sabah namazından sonra gün çıxana kimi. Sabah namazını qıldıqdan sonra gün çıxana kimi ibadət edə bilməzsən. Yəni, namaz qıla bilməzsən. Və həmçinin əsrdən sonra gün batana kimi. Bir də gün tam ortaya gəldikdə, zəval vaxtına gəldikdə. Bu 3 hallarda deyir elm əhli, yəni ki, məsləhət deyil ki, qılasan. Və bəzi elm əhli icazə verir, səbəb namazlarından hesab etdiyinə görə. Məsələn, məscid sünnəti kimi və s. kimi səbəblə qılınan namazları nəhi vaxtında, qadağan olan vaxtda qılmağa icazə verdiyinə görə və eyni zamanda bunda da qılmağa icazə verir. Lakin Şeyxülislam İbn Teymiyyə Rahmanullah bu barədə gözəl açıqlama verir fətvalar kitabında və həmçinin İbn Həcər Rahmanullah burayı da dəstəkləyir və bunun daha uyğun olduğunu görür. Şeyxülislam İbn Teymiyyə deyir ki, çalışır ki, qadağan olunan vaxtlarda qılmasın istixarə namazı. Əgər görsə ki, o gördüyü iş, həmən o nəhi vaxtı etməsə ötür, onu keçir, yəni bu vaxtı istixarəni etməsə o iş keçir, onda o zaman nə edir? Qıla bilər. Onda o zaman qıla bilər. Misal üçün, bir insan getdi bazara maşın almağa. Maşın bazardadır. Yəni ki, bu maşın bazarda işləmək müddəti 1 saatdır. Və yaxud sən gec getdin, 1 saat qarşında vaxt var. Və sən bu maşını bəyəndin, almaq istəyirsən. Və o da hansı vaxtı əsrdən sonra getmişsən.
və sən gözləsən məğribə kimi, onda o maşın satıla bilər və yaxud bazar bağlana bilər və sən bir daha gələ bilməzsən. Onda bu sənin üçün zəruri vaxtdır. Deməli, belə halda sən nə edirsən? İstixara namaz qılıb işini görə bilərsən. Təbii ki, burayı dediyim kimi Şeyxülislam İbn Teymiyyə Məcmu'l Fətava kitabında həmçinin burayı dəstəkləyir İbn Həcər rahimehullah. Və eyni zamanda möhtərəm qardaşlar, bunu danışdıqca xatırlayıram bəzi məsələləri bu istixara namazı ilə ilgili. Burada lazım olan odur ki, insan yəni ki, istixaranın ədəblərindən həmçinin, yəni istixara namazı fərz namazından sonra olması qəti şəkildə doğru deyil. Çünki hədisin nasında gəlir ki, Peyğəmbər s.ə.v deyir ki, fərzdən əlavə olaraq 2 rəkət namaz qılsın, nafilə namaz. Deməli, bir insan əgər fərz namazından sonra istixara etmək istəyərsə, biz ona deyirik ki, doğru eləmirsən. Gördüyün bu əməl bidətdir və bu da istixara sayılmır. Mütləq istixara üçün dedik ki, özəl olaraq, ayrı olaraq 2 rəkət namaz lazımdır. Əgər bir insan duha namazından sonra və yaxud hansısa namazın sünnətindən sonra istixara etmək istəsə və yəni bu halda o insan istixara edə bilərmi? Yoxsa özəl olaraq sünnət qılmalı? Elm əhli bu məsələyə gəldikdə deyir ki, sünnət namazlarından sonra istixara edə bilər. Duha namazıdır və yaxud sabah namazının sünnətidir və yaxud zöhr namazının sünnətidir və yaxud məğrib namazının sünnətidir. Lakin bir şərtlə ki, namaza girməzdən qabaq istixara edəcəyini niyyət etməlidir. Mütləq ibadətə başlamazdan qabaq nə etməlidir? Niyyət eləməlidir. Əgər niyyət eləməsə, onda o zaman təkrar sünnət namazı qılmalıdır. Əgər mane olsa birdən istixara namazına, bu da başqa bir məsələdir eyni zamanda. Əgər bir mane çıxsa, tutaq ki, məsələ, qadın aybaşı oldu və yaxud qadın nifas oldu. Və bu zaman, yəni qadın istixara edə bilər, yoxsa necə etməlidir? Bəli, elm əhli deyir ki, belə olduğu hallarda, zəruri hallarda, onda o zaman sadəcə dua etməsi kifayətdir namazsız. Təbii ki, o hallarda qadın namaz qıla bilməz. Sadəcə qadın dua ilə kifayətlənir. Bunun özü də əlhamdülillah sünnətə uyğun olur, eyni zamanda. Və sonra burada bir başqa məsələ çıxır ki, görəsən bu duadan əlavə başqa bir şeylər demək lazımdır, xeyr. Və müsəlmana lazım olan odur ki, bu duanın nassında, mətnində nə gəlibsə ancaq onu eləsin. Nəyisə artırmasın və nəyisə oradan azaltmasın. Təbii ki, o duanın içində onu oxuduğunuz zaman görəcəksiniz ki, orada yer buraxılıb ki, burada ehtiyacını deginən. Yəni duada bu yerinə çatanda ehtiyacını deginən. O yerə çatdıqdan sonra ürəyindən keçən, tələb etdiyi nə varsa hamısını deyirsən. Və sonra duanın qalan yerini nə edirsən? Davam edirsən Allah Taala'nın izni ilə. Və möhtərəm qardaşlar, eyni zamanda burada bir başqa sual da ağlıma gəldi ki, tutaq ki, bir insan xəstədir. Bu bir insan xəstədir, istixara duası edə bilmir. Bu başqasına deyə bilərmi ki, mənim üçün istixara elə? Təbii ki, möhtərəm qardaşlar, belə bu cür olan ibadətlər heç kəsin yerinə edə bilməz. Əgər bir insan acizdirsə, onda o zaman istixara etmir o adam. Dedik ki, əgər namazdan acizdirsə, namaz qılmır, sadəcə dua ilə kifayətlənir. Əgər nə namaz qıla bilmirsə, nə dua edə bilmirsə, onda o zaman o adamdan istixara namazı düşür. Qısaca heç kəsin yerinə istixara namazı qıla bilməz. Necə ki, başqa namazlar kimi. Və möhtərəm qardaşlar, təbii ki, bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, bu istixara ilə ilgili insan vacib və haram əməllərdə istixara edə bilməz. Bu mühüm məsələlərdəndir istixara məsələsinə gəldikdə. İnsan vacib və məkruh, istərsən haram, bu məsələlərdə istixara edə bilməz. Məsələn, bir insan istixara edə bilərmi ki, bu adam zöhr namazını qılsın, yoxsa qılmasın? İstixara edə bilməz. Məsələn, bir insan istixara edə bilərmi ki, görən bu adam götürüb sərxoş edici içki içə bilər, yoxsa yox? İstixara edə bilməz. Və yaxud bir insan istixara edə bilərmi? Ya Rabbi, mən Allah uzaq eləsin, məsələn, zina eləsinmi, yoxsa eləməsinmi? Oğurluq etsinmi, yoxsa etməsinmi?
Təbii ki, bu haram və vacib olan şeylərdə möhtərəm qardaşlar, istixarə olmaz. Hətta məkruh olan şeylərdir. Məsələn, bir insanın məscidə girdikdə sol ayağı ilə girməsi məkruhdur. Bir insan məscidə girdikdə sol ayağı ilə girməsi məkruhdur. Bir insan dua edə bilməz ki, ya Rabbi, mən sağ ayağımla girməyim, mənim üçün məsləhətdir, yoxsa sol ayağımla girməyim. Xeyr, sən nə vacib şeylərdə istixarə edə bilməzsən, nə məkruh olan şeylərdə istixarə edə bilməzsən, nə də haram olan şeylərdə istixarə edə bilməzsən. Hətta elm əhli, bəziləri hətta deyilir ki, müstəhəblərdə də, sünnət olan məsələlərdə də istixarə eləmə. Lakin tərəddüd etdiyin məsələlərdə, adi məsələlərdə istixarə etməyə çalış yine. Elm əhli bunu tövsiyə möhtərəm qardaşlar. Təbii ki, indi mən sizə xatırladıqca məsələləri sizlərə deməyə çalışıram. Son bir şey də xatırladım, onu da deyim. Bu məşvərətlə ilgili. Biz dedik ki, ədəblərdəndir ki, insan istixarə etdikdən sonra həmçinin məşvərət eləsin elm əhli ilə. Burada möhtərəm qardaşlarım, məşvərət edəndə insan, əziz və möhtərəm qardaşlarım, insan məşvərət etdikdə, məşvərət etdiyi adamın iki şey əhli olmalıdır. Yəni, o adamda iki şərt lazımdır. İki şərt olmasa, onunla istixarə etməklə. Birincisi, o adam salah əhli olmalıdır. O adam iman əhli olmalıdır. O adam taqvalı insan olmalıdır. Çünki əgər o insan Allahdan qorxan insan olmasa, ola bilsin sənə həsəd eləyə. Ola bilsin sənə paxıllıq eləyə. Ola bilsin sənin işini tərs istiqamətləndirə ki, hətta sən bu xeyrə nail olmayasan. Aydındır qardaşlarım, buna diqqət yetirin ha. Ona görə sənin nəzərində salih olması kifayətdir. Yəni ki, burada sadəcə körü-körənə, yəni iddia ilə olmamalıdır. Həqiqi məşvərət etdiyin adam, yəni ki, iman əhli olmalıdır. Taqvalı insan olmalıdır. Peyğəmbər s.ə.v bu hədisini bilib ona tətbiq edən insan olmalıdır. Peyğəmbər s.ə.v buyurur, sizdən biriniz iman etmiş olmazsınız. Yəni, imanı kamil olmuş olmaz. Ta özünə istədiyini başqa qardaşına istəmədikcə. Belə bu hədisi bilib, ona inanıb, ona tətbiq edən insan olmalıdır. Yoxsa sənə həsəd edər, sənə paxıllıq edər və səni doğru olmayan bir yana istiqamətləndirlər. Deməli, məşvərət etmək istədiyin adam birinci şərt odur ki, salah əhli olmalıdır, iman əhli olmalıdır, salih insan olmalıdır, təmiz, pak insan olmalıdır. İkinci şərt odur ki, həmin insan məşvərət etdiyin şey haqqında məlumat olmalıdır. Yəni ki, bu insan praktik sahib olmalıdır. Bu insanda bu məşvərət etdiyin barədə elm olmalıdır. Və o insan təcrübə sahibi olmalıdır. Bu iki şərt olmasa, sən o adamla yəni ki, məşvərət eləməyini. Çünki ola bilsin, adam imanlı ola, taqvalı ola, amma təcrübə sahibi deyil. Misal üçün, sən maşın almaq istəyirsən. Misal üçün, sən maşın almaq istəyirsən müəyyən bir modeldə. Sən gedib şeyxdən soruşsan ki, mən bu firmanın maşınını almaq istəyirəm. Bir imanlı qardaşından soruşsan, bu firmanın maşınını almaq istəyirəm. Modeli budur, motorunun gücü budur, nə bilim, nədir, nə məsləhət görürsən. Təbii ki, əgər bu adam maşından, maşın elmindən xəbəri yoxdursa, motordan, modeldən və s. kimi, o insan sadəcə doğru cavab verə bilməyəcək. Ki, get al və yaxud get alma. Ona görə bu, burada həm və eyni zamanda, tutaq ki, bir adam praktika sahibidir, motordan yaxşı xəbəri var, maşının modellərini bilir və s. kimi, bu barədə, yəni onun praktikası yaxşıdır, bunun təcrübəsi yaxşıdır. Lakin insan həsədkar insandır, paxıl insandır. Bəlkə də sən o maşını almağını istəmir. Yenə eyni zamanda, yəni onunla məşvərətin doğru gəlmir. Deməli, möhtərəm qardaşlar, buradan nə anlanır? İstişarə etdiyin adam, məşvərət etdiyin adam həm imanlı, taqvalı insan olmalıdır, həm də təcrübə sahibi olmalıdır. Bununla əziz qardaşlarım, bu dərsi tamamlamaq istəyirəm. Sizlərə bu məsələ haqqında, yəni çatdırmaq istədiyim bu qədər, bu ana kimi bunları xatırladım. Allah Teala bağışlasın, əgər nəyisə unutdumsa, nəyisə xata dedimsə, Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk və axiru da'vana enelhamdülillahi rabbil alamin.